Azərbaycanda yanacaq qiymətlərinin artırılacağı ilə bağlı müzakirələr geniş vüsət alıb. Bəzi ekspertlər qeyd edirlər ki, bu artım dünya neft qiymətlərindən, ithal çətinliklərindən, ithal mənbələrinin dəyişməsindən və Tarif Şurası kimi dövlət qurumlarının qərarlarından asılıdır. Ekspertlər ilin sonunda və yeni ildə yanacaq qiymətlərinin necə olacağı ilə bağlı fərqli proqnozlar səsləndirirlər. Bəs görəsən, Azərbaycanda 2026-cı il üçün yanacaq qiymətləri artırıla bilərmi? Yeni Sabah məlumat verir ki, mövzu ilə bağlı iqtisadçı Asif İbrahimov Konkret.az-a açıqlamasında qeyd edib ki, Azərbaycanda yanacaq da daxil olmaqla bütün strateji məhsulların qiymətlərini tənzimləyən orqan Tarif Şurasıdır. Yanacaq qiymətlərində istənilən dəyişiklik məhz bu qurumun qərarı əsasında həyata keçirilir. Qiymət dəyişikliyinin əsaslandırılması üçün sahə üzrə fəaliyyət göstərən qurum, yəni Azərbaycan Dövlət Neft Şirkəti Tarif Şurasına müraciət edir. Bu müraciətdə adətən qeyd edilir ki, mövcud satış qiymətləri xərcləri ödəmir və şirkət zərərlə işləyir. Belə hallarda Tarif Şurası həmin təklifləri qiymətləndirərək müvafiq qərar verir. Böyük ehtimalla 2025-ci ildə SOCAR Tarif Şurasına müraciət edib və qiymət artımı məsələsi 2026-cı ildə müzakirəyə çıxarıla bilər. Bundan əlavə, vergi məcəlləsində yol vergisi ilə bağlı müəyyən dəyişikliklərin nəzərdə tutulduğu görünür. Bildiyiniz kimi, istənilən məhsul və ya xidmətin yekun qiyməti, onun maya dəyəri və tətbiq olunan vergilər əsasında formalaşır. Beləliklə, vergi yükündəki dəyişikliklər, xüsusən də yol vergisi ilə bağlı artımlar, yanacağın qiymətinə təsir göstərə bilər. İqtisadçının sözlərinə görə, nəzərə almaq lazımdır ki, 95 markalı benzin Azərbaycanda istehsal edilmir və əsasən xaricdən, xüsusilə də Şərqi Avropa ölkələrindən və Rumıniyadan ithal edilir. Bu isə bizi ithal qiymətlərindən asılı vəziyyətə salır. Bütün bu faktorlar qiymət artımı ehtimalını artırır. Ancaq yekun qərar yalnız Tarif Şurası tərəfindən qəbul olunur. Hazırki reallıqları və qanunvericilikdə nəzərdə tutulan dəyişiklikləri nəzərə aldıqda, demək olar ki, yaxın gələcəkdə yanacaq qiymətlərində artım ehtimalı yüksəkdir.